Əli Əleyhisselam deyirdi ki, evlatlar valideynlərindən daha çox zamanlarına oxşayır. Düzdürmü? Cəmiyyətinə oxşayır. Amma görürsünüz ki, bir ailədə iki uşaq bir-birinə oxşamır. Bəli. Qardaşın biri alicənab, o birisi ya səviyyəsiz, ya yalancı, ya zalım. Elə şeylər çoxdur. Yəni burada deyir, 7 nəsildən gələn irs də var. Nənələr var, bibilər var, dayılar var, əmilər var, babalar var, nənələr, düzdür. Bunların hərəsinin bir xasiyyəti olub, baxı, bir xisləti. Bir uşağı ola bilər, biri içsin, o birinə başqası içsin. Əsasən burada o genetik kodla bərabər sosial mühit daha vacibdir. Çünki götürün Mauglini. Mauqli yadınızdadır da multfilm. Zahirən insan, daxilən heyvan. Bəli, Allah vergisi ona ağıl verilib, amma o ağıl hələ mədəniyyət deyil, ha? O ağıl şansdır. O şansı düzgün insan dərk edib, inkişaf etdirsə, o ola bilər mədəni olsun. Bizdə çoxsu elə bilir ki, elə mədəniyyət başlayır incəsənətdən ədəbiyyat. Xeyr, mədəniyyət hələ vəhşilik dövründə başlayır. O Göbəkli təpədən də Türkiyədə var, Göbəkli təpə. Ondan da çox vəhşilik dövründə ki, insanların İbtidai dövrdən, ibtidai dövrdən. Bəli, insanların nə dili var idi, nə ailə vardı, nə cəmiyyət vardı, heç nə yoxudur. Amma ağlı vardı. Homo sapiens tarixi səhnəyə çıxdı, amma ki, danışa bilmirdi, heç nə bilmirdi də yoxdur. Amma ehtiyacı vardı ki, bir-birinə öz fikrini çatdırsın, öz ideyalarını çatdırsın, öz istəyin çatdırsın. Onda götürdü, qayaların üstündə başladı rəsmlər çəkməyə. O özü dərk etdiyi, ona deyirlər piktografiya, petroglif. O rəsmlər vasitəsilə, piktografiya vasitəsilə bir-birinə öz ideyalarını çatdırırdı. Birinci sivilizasiya... Bəs onun yaranma zərurəti nədən qaynaqlandı ilk olaraq? Toxumu ağıldır, ancaq ağıl. Bax, bilin ki, o intellektual mədəniyyətin forması idi o zaman. Başqa forma ola bilməzdi. Çünki hələ ağıl inkişaf eləməmişdi. Görün, üstündən nə qədər əsrlər keçib, 4-cü minliyin son dövründə Şumerdə ilk sivilizasiya əmələ gəlib. Orada yazı sistemləri, şəhərlər, mabədlər, iqtisadiyyat, hüquq, nə bilim, sənaye, hər bir şey, insan münasibətləri, insanın davranışı dəyişir onun mədəniyyətinin dəyişməsi ilə. Fuad müəllim, bax, insan anadan olur, ümumiyyətlə bütün canlılar, bioloji varlıq olaraq iki reflekslə dünyaya gəlirlər. Şərti refleks, şərtsiz refleks, düzdürmü? Şərti refleks, yəni bizim bildiyimiz 3 dəfə çay içəcəksə, 4-cü dəfə yenə istəyəcəyik. Şərtsiz refleks isə bizim o çay içmə qabiliyyətimizdir, uda bilmə qabiliyyətimizdir. O yazmalar, o pozmalar, o Homo sapiensdən gəlmə, bugünə qədər gəlmə instinkti, həmin o instinkt, şərti refleksdir, şərtsiz. Onu çətinlik çəkirəm, deyim. Onu çətinlik çəkirəm, deyim ki, şərti refleksdir, ya da şərtsiz. Bilirsiniz, çünki insanlar özü də bir-birindən fərqlidir axı. Hamıda eyni qabiliyyət olmur. Kimlərdəsə Allah vergisi olur, kimlərdəsə olmur. Kimlərdəsə ola bilər, amma onu dərk etmirsə, onu inkişaf da etdirə bilmir. Mütləq mən bircə onu deməliyəm ki, mühit olmalıdır.